Sonsuz mərhəmət sahibi. Biz həyatımız boyunca sevgini axtarırıq. Anaya olan minnətdarlıq, övlada olan can yandıran məhəbbət, vətənə olan müqəddəs bağlılıq. Bunların hər biri qəlbimizin ən əziz guşəsindədir. Lakin bütün bu sevgilərin mənbəyi bizə o sevgiləri dadızdıran, sevməyi öyrədən sonsuz mərhəmət sahibi olan Allahdır. O elə bir Rəbbdir ki, mərhəməti günahlarımızdan, sevgisi bütün fani sevgilərdən böyükdür. Hər kəs üz çevirəndə o sənə nəfəs verməyə davam edər. Sən ondan uzaqlaşsan belə, o sənə hər an yenidən qucaq açmağa hazırdır. Bəs insan bu sonsuz sevgiyə necə cavab verə bilər? Allaha olan sevgisini necə yaşaya bilər? Gördüyü hər nemətdə onu duyaraq, aldığın hər nəfəsdə, vuran hər ürəkdə onun sənə olan ikramını görməklə, səmimiyyətlə ona sığınaraq, heç kəs bilmir dediyin dərdini, gecələr gözündən süzülən o gizli damlanı yalnız ona açıb onunla pıçıldaşmaqla, onun yaratdıqlarına şəfqət göstərərək, Rəbbimizin sonsuz rəhmətini hiss edib insanlara, canlılara mərhəmətlə yanaşmaqla, tam bir güvənlə təslim olaraq, çətinliklər qarşısında Rəbbim məni tək qoymaz, o hər şeyin ən yaxşısını biləndir deyib qəlbini rahatlatmaqla. Allaha sevgi fani dünyada ruhun tapacağı ən təhlükəsiz limandır. Çünki insana bağlanan qəlb qırılar, dünyaya bağlanan ruh yorular. Amma onun sonsuz sevgisinə sığınan ruh əsla yalnız qalmaz. Qəlbini o əbədi sevgiliyə aç. Çünki bütün sevgilər bitər, yalnız onun sonsuz mərhəməti əbədi qalar. Allah, Allah, ya Allah, sensin bana en yakın Rabbim.